Bismillahirrahmanirrahim. Salam əziz və dəyərli təcvid həvəskarları. Sizinlə ali təcvid mərhələsinə giririk. İnşallah biz bu dərslərimizdə Hilyətül Quran, yəni Quranın zinəti kitabı 2-ci cilddən təcvid dərslərini təqdim edəcəm Allahın izni ilə. Və biz bu dərslərimizi silsiləvari olaraq təcvidin əvvəlindən ta son vəqf ibtidaya qədər inşallah izahını verəcəyik. Və təcvid dərslərinə girməzdən öncə istərdim dəyərli təcvid həvəskarlarına Qur'an-ı Kərimin qısa tarixini danışım və bu tarixdə Quran elmləri kitabından əlbəttə götürülmüşdür və Hilyətül Quran 2-ci cildin əvvəlində də buna işarə olunmuşdur. İnşallah bu kitab ərsəyə gəldikdən sonra siz dərsləri bu kitabın vasitəsilə inşallah izləyə biləcəksiniz. Quran-ı Kərim sonuncu səmavi kitabdır. Mütəal Allah bəşəriyyəti azğınlıq zülmətdən xilas edib parlaq hidayət vadisinə yönəltmək üçün vəhy yolu ilə Quranı əziz Peyğəmbərimiz Həzrəti Muhammed İbni Abdullah salavatullah və salamuhu əleyhə nazil etmişdir. Görək Quran-ı Kərim necə nazil olub? Həzrəti Muhammed İbni Abdullah salavatullah və salamuhu əleyh Rəcəb ayının 27-sində Peyğəmbərliyə seçilmişdir. Quran-ı Kərim bir kitab kimi Beysətdən 3 il sonra Ramazan ayının Qədr gecəsində nazil olmağa başlamışdır. Nəzərə almaq lazımdır ki, Peyğəmbərin nübüvvət müddəti 23 il olmuşdur. Quran isə 20 il ərzində tədricən o həzrətə hadisələr baş verdikcə nazil olmuşdur. Ayələr tədricən nazil olur və bununla da Peyğəmbər salavatullahın mübarək qəlbi daim güc tapır. Belə ki, Furqan surəsinin 32-ci ayəsində bu məsələyə işarə olunub. Belə ki, kafirlər dedilər, nə üçün Quran ona bir dəfəlik bütöv nazil olmadı? Biz onu sənin qəlbinin möhkəmləndirmək üçün tədricən nazil etdik. Bu Rəbbimizin sözüdür. Və onu ən gözəl şəkildə ayə bə ayə izah etdik. Quranın Məbəs gecəsi nazil olan ilk hissəsi Ələq surəsinin ilk 5 ayəsidir və bu surənin qalan ayələri başqa zaman nazil olmuşdur. Tam şəkildə nazil olmuş ilk surə, təbii ki, bu maraqlı olar sizin üçün, Həmd surəsidir və ona görə buna Fatihətül Kitab adını vermişlər. Həzrət Peyğəmbərimizə tam şəkildə nazil olmuş sonuncu surə isə Nəsr surəsidir. İzə cəə Nasrullahi vəl-Fəth. Alimlərin məşhur nəzərinə əsasən Peyğəmbərin vəfatından 11 gün, bəziləri isə 7 gün öncə nazil olmuş sonuncu ayə isə Bəqərə surəsinin 281-ci ayəsidir. وَاتَّقُوا يَوْمًا تُرْجَعُونَ فِيهِ إِلَى اللّٰهِ ثُمَّ تُوَفَّى كُلُّ نَفْسٍ مَا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ. Bəzi alimlər isə Maidə surəsinin 3-cü ayəsini deyirlər. Amma Maidə surəsinin 3-cü ayəsi təbii ki, əhkam haqqında nazil olmuş sonuncu ayədir. Ümumilikdə götürsək, Bəqərə surəsi 281-ci ayə Quran-ı Kərimin məşhur nəzərə əsasən sonuncu ayəsidir. Quran surə və ayələrə bölünmüşdür. Onların hüdudları, yəni başlanğıc və sonları şəxsən Həzrət Peyğəmbər salavatullah tərəfindən müəyyənləşdirilmişdir. Və gəlin surənin mənasına baxaq. Surə sözü Suvarul Bələd, yəni şəhərin yüksək divarları ifadəsindədir və bu mənanı surələrin içərisində ayələr toplandığı üçün şəhərin qalası mənasını bildirib. Yəni, surə deyəndə surənin içərisində ayələr nəzərdə tutulur. Bəziləri bunu sur sözündən götürmüşdür. Bir şeyin bir hissəsi və ya qalğı mənasını verir. Mütəal Allah İsra surəsinin 106-cı ayəsində surələrə işarə olaraq bu ayəni göndərmişdir. İnsanlara aramla, yavaş-yavaş oxuyasan deyə biz Quranı hissələrə ayırıb göndərdik. Biz onu tədricən, yəni tədric dedikdə 23 il nəzərdə tutulur, biz onu tədricən nazil etdik. Gəldik ayənin mənasına, biz surəni izah etdik, gəldik ayənin mənası isə ayə sözü nişanə mənasını verir. Nişanə və ya əlamət. Çünki Quranın hər bir ayəsi Allahın sözünün doğrulduğunu nişanəsidir. Həmçinin şəri hökmlərdən birini yaxud
misilsiz hikməti özündə ehtiva edir. Bu, ümumilikdə ayənin mənasıdır. Qur'an-ı Kərimin ayələrinin sayına gəldikdə, surələrinin sayına gəldikdə isə Qur'an-ı Kərimin surələrinin sayı 114, ayələrinin sayı isə 6200 və Küfeyn rivayətinə əsasən 6236-dan artıq deyil. Əziz Peyğəmbərimiz katiblər vasitəsilə Qur'an-ı Kərimi daşlara, taxta parçalarına və ya dərilərə yazdırdı. Və əziz Peyğəmbərimiz Qur'an-ı Kərimi toxunmazlığın bu vasitə ilə qoruyub saxladı. İndi isə Qur'an-ı Kərimin bir yerə toplanması haqqında qısa bir məlumat verim. Peyğəmbərimizin dövrü sona çatdı. Qur'anın ayələri hissələr şəklində pərakəndə halda mövcud idi. Quran hafizlərinin bir dəstəsi də onu qəlblərində daşıyırdılar. Peyğəmbər salawatullahın dövrü başa çatdıqda Quran ayələri nizamlı idi, surələri tamamlanmışdı. Hətta onların adları belə müəyyənləşdirilmişdi. Lakin bu surə və ayələrin bir yerə toplanması sonralar baş verdi. Belə ki, əziz Peyğəmbərimizin vəsiyyəti əsasında Əli ibn Əbi Talib əleyhissalam Qur'an-ı Kərimi 6 ay müddətində topladı və onu təqdim etdi. Amma təəssüflər olsun, bu cəm olma təbii ki, həmin dövrün hakimiyyəti tərəfindən qəbul olunmadı. Və daha sonralar birinci xəlifənin dövründə Übeyy ibn Kəb, Zeyd ibn Sabit, Abdullah ibn Məsud tərəfindən də Qur'an-ı Kərim cəm oldu. Amma bunların da cəmləri təbii ki, qəbul olunmadı. Belə ki, çoxlarının əlində müshəflər fərqli şəkildə, yəni pərakəndə şəklində olduğu üçün bunların topladığı Qur'an-ı Kərim bir sözlə cəmiyyətdə öz effektin vermədi. Yəni, savad baxımından da katiblərin fərqli olması bu müshəflər arasında ixtilafa gətirib çıxartdı. O üzdən ən nəhayətdə zaman çatır 3-cü xəlifənin dövrünə və sahabələr arasında belə bir ittifaqa gəlirlər ki, Qur'an-ı Kərimi cəm etsinlər. Yəni, Mədinədə olan bütün müshəfləri bir yerə toplasınlar və ümumilikdə bir dənə müshəf yazsınlar və onu həmin müshəfdən tirajlasınlar. Belə ki, 9 nüsxə yazıldı və İslam ölkələrinə paylanıldı və bir müshəf, ana müshəf olaraq Mədinədə qaldı. O cümlədən Məkkə, Şam, Bəsrə, bu yerlərə, Yəmən, bu yerlərə bu müshəflər göndərildi və çox maraqlıdır ki, Həzrəti Əli ibn Əbi Talib əleyhissalamın dövründə, xilafət dövründə bu müshəflərin daha artırılmasına təşviq olundu və bu müshəflərdə heç bir formada Həzrəti Əli ibn Əbi Talib tərəfindən icazə verilmədi ki, onun xəttatlığı dəyişsin və yaxud da hansısa bir əl aparılsın bunun yazısına. Yəni, bu müshəf, hal-hazırda olan müshəf həmin dövrdə yazılan müshəfdir ki, biz oxucuların əlindədir. Qur'an-ı Kərimə nöqtə və digər işarələrin qoyulması haqqında kiçik bir izah vermək istəyirəm. Qeyd etmək lazımdır ki, ayələr bir yerə toplandığı zaman hələ hərəkələr və nöqtə kimi heç bir işarələr mövcud deyildi. Elə bu zaman illər boyu Qur'an-ı Kərimin qiraətlərində ixtilaflara səbəb olurdu. İlk dəfə Əbul Əsvəd Əd-Duəli ki, vəfatı hicrətin 69-cu ilinə təsadüf edir, bu cür problemlərin qarşısını alma məqsədi ilə Qur'anın sözlərində hərəkələnmə işarəsinə başladı. Əlbəttə, bu mərhələdə hərəkələrin hərflərin üstündə, altında və önündə yalnız nöqtə qoymaqla həyata keçirtdi. Lakin oxşar hərfləri hələ də müəyyənləşdirən nöqtələr yox idi. Nəhayət, bu iş Əbul Əsvəd Əd-Duəlinin Yəhya ibn Yəmur və Nəsr ibn Asim adlı iki şagirdinin səyləri ilə həll olundu. Hicri tarix ilə 3-cü əsrdə Qur'anın yazılma metodları mükəmməllik baxımından nəzərə çarpacaq dərəcədə idi. Yəni, artıq şin hərfi nöqtəsiz yazıldığı üçün sin hərfindən fərqlənmirdi. Artıq şin hərfinin üstündə 3 nöqtə olaraq qoyulmuşdu. Bugün hərflərin hərəkələrini göstərmək üçün qoyulan işarələr hamı tərəfindən qəbul olunaraq istifadə olunur və onlar
hərflərdən götürülüb. Yəni hərflərin üzərində və altında olan işarələr hərflərə oxşar olaraq tənzimlənmişdir. Bu isə Xəlil İbn Əhmədin təşəbbüslərindəndir. Və çatdıq Qurani-Kərimin təlimi haqqında da kiçik bir izah verim sizə. Qurani-Kərimin təlimi əziz Peyğəmbərimizin zamanından başlamışdır. Peyğəmbər salavatullah sağlığında qiraətlərin təlimi, hifzi və məşğələləri keçməklə sahabələrə Quran öyrədirdi. Belə ki, sahabələrin öz sözüdür ki, əziz Peyğəmbərimiz Qurani-Kərimi bizə 10 ayə onun hərflərin məxrəclərini, onların vəqf ibtidasını və hətta ayələrin təfsirini belə bizə izah edirdi. Belə ki, Qurani-Kərimin təlimi, hifzi əziz Peyğəmbərimizin dönəmində qoyulmuşdu və bugünə qədər də davam edir. Əziz Peyğəmbərimiz Qurani-Kərimin bu qayda ilə qorumağa başladı ki, onu əzbərlətdirdi və hətta onun oxunuşunda belə təhriflər olmasın deyə əziz Peyğəmbərimiz Qurani-Kərimin təcvidini də, hərflərin qaydalarını da belə oxucularına, yəni sahabələrə öyrətdi. Və bu qaydada bugünə gəlib çatan təcvid və Quran oxunuşu eyni ilə əziz Peyğəmbərimizin dövründə oxunan Qurani-Kərimdir. Və bunu da qeyd edim ki, səhabələr arasında Əli ibn Əbi Talib, Übey ibn Kəb, Abdullah ibn Məsud kimi səhabələr ən güclü Qurani-Kərimi oxuyan və təcvid qaydalarını bilən və onu hifz edən sahabələrdəndirlər. Dəyərli təcvid həvəskarları, yəni əziz Peyğəmbərimiz qiraət elmini deməli öz zamanında qoymuşdur. Belə ki, qiraət elmi Qurana aid olan rəvayətlərdən və onların bizə ravilər vasitəsilə nəql edildiyi yollardan ibarətdir. Bu rəvayətlər və yollar sənədlərlə, sübutlarla olduğu üçün onlara əməl etmək vacibdir. Quran qiraətlərinin təlim və tədrisi eyni ilə bu ardıcıllıqla bir nəsildən növbəti nəsilə ötürüldü. Beləliklə, İslam məmləkətlərində qarilərin sayı olduqca çoxaldı və bu da Hicr tarixi ilə 1-ci əsrin ortalarından başlayaraq qiraətlər arasında fərqin yaranmasına səbəb oldu ki, inşallah bu fərq haqqında kiçik bir xatırlatma edəcəm sizə. Həm də bu fərqlər elə həmin məşhur sahabələrin arasında başladı. Həmçinin müshəflərlə yanaşı qariləri də Mədinədən başqa məmləkətlərə göndərmək fərqlərin daha da geniş yayılmasına səbəb oldu ki, qeyd etmişdim, qarilər arasında savad baxımından fərqlər var idi. İslam diyarının Məkkə, Mədinə, Küfə, Bəsrə, Şam kimi hər bir mərkəzində İbn Kəsir Məkki, Nafi Mədəni, Asim, Həmzə-i Küfi və s. kimi ustadlar yetişdilər. Hər bir məmləkətin əhalisi də öz ustadlarına qoşularaq onun qiraət üslubunu mənimsədilər. Və yaxşı olar ki, dərsimizin bu hissəsində qiraətlər arasında fərqlinin yaranma amilləri, səbəbləri haqqında da kiçik bir məlumat verim sizə. Diqqət etmək lazımdır ki, Quranın əsl və həqiqəti bugün qiraətlərin fərqliliyi adı altında müzakirə olunandan başqa bir şeydir. Əslində, Quranın vahid bir mətni vardır və qarilər arasında olan fərq həmin vahid mətnə çatmaq üçün İmam Sadiq əleyhissalamın hədisinə baxaq. İnnəl Qur'anə vahidun nəzələ min ində vahidin və ləkinnəl ixtilafə yəci'u min qibəlir ruvah. Tərcüməsinə gələk, təbii ki, hədisi də demək istəyirəm, Usul-u Kafi 2-ci cild, səhifə 630. Quran birdən artıq deyil və tək olan Allah tərəfindən nazil olub. Qiraətdə olan və yaxud da qiraətlərdə olan fərqlilik ravilər tərəfindən yaranmışdır. Yəni, Quran-ı Kərim vahid bir kitabdır, nüsxə vahid bir nüsxədir, onda heç bir təhrif, ondan heç bir əskilik baş verməmişdir. Sadəcə olaraq oxunuşlar arasında təbii ki, bu oxunuşların da səbəbləri ki, bəziləri istinadən, sənədlərlə istinadən Peyğəmbərimizin dövrünə qayıdılır ki, bəzi oxunuşlar tərzini əziz Peyğəmbərimiz ravilər arasında, səhabələr arasında izin vermişdir. Bilirsiniz ki,
ərəb ləhcələri arasında da, ərəblərin qəbilələri arasında ləhcə fərqləri bu günə qədər də var və həmin o ləhcə fərqləri olduğu üçün əziz Peyğəmbərimiz Quran-ı Kərimi onların ləhcəsinə uyğun olaraq da icazə vermişdi. Yəni, mən bunu sadəcə olaraq qısa şəkildə qeyd edirəm, amma bu məsələ çox geniş məsələlərdən biridir ki, Quran elmləri kitabında bu ətraflı izah olunmuşdur. Və qiraətlərdən danışmışkən, qiraətlərin yazılması və toplanması haqqında da istərdim qısa bir məlumat verim. Bu iş ilk dəfə İmam Səccad əleyhissalamın şagirdi Əbani ibn Təğlib tərəfindən ki, vəfatı hicrətin 141-ci ilinə təsadüf edir, başladı. Hərçənd bəziləri bu məsələdə Yəhya ibn Yəmuru xatırlayırlar ki, hicrətin 90-cı ilidir vəfatı, onun adını qeyd ediblər. Qiraətlərin növləri o qədər artdı ki, alimlərin bəziləri bu artan işin qarşısını almaq qərarına gəldilər. İlk dəfə Əbu Übeyd Qasım ibn Salam öz kitabında qiraətlərin sayını 25-ə endirmişdi. Yəni, bir kitab yazdı və qiraətlərin sayını 25-ə endirdi. Sonraki mərhələdə İbn Mücahid ki, vəfatı hicrətin 324-cü ilində təsadüf edir, belə bir kitab yazdı. Əs-Səbə'atu fil-Qiraat kitabında bu sayı 7-yə endirdi və 7 qaridən söz açdı bu kitabında ki, inşallah biz o qarilərin adlarını sizə sırayla təqdim edəcəyik ki, Quran oxuyanlar, təcvidlə məşğul olanlar və yaxud da Quran qariləri bu adları bilməlidirlər. Yəni, indi hal-hazırda 7 qari və 3 dənə də qeyri-məşhur qarilərdən bir yerdə cəmsi 10 qari edir. Bunlar haqqında sizə məlumat verəcəyik. Birinci qari, təbii ki, bu qarilər güclüdən zəifə demək olar ki, düzülmüşdür. Birinci qari Asim-i Kufi, Əbu Bəkr Asim ibn Əbin Nəcud ki, vəfatı hicrətin 128-ci ilinə təsadüf edir. İkinci qari Nafi Mədəni, bütöv adı Əbu Əbdullah Nafi ibn Əbin Nədim, vəfatı hicrətin 169-cu ilinə təsadüf edir. Üçüncü qari Həmzə-i Kufi, Əbu Əmmar Həmzə ibn Həbibi Zəyyad, hicrətin 156-cı ili. Dördüncü qari Kəsai Kufi, Əbil Həsən Əli ibn Həmzə Əl-Kisai ki, vəfatı hicrətin 189-cu ilinə təsadüf edir. Beşinci qarimiz Əbu Əmr Bəsri, Əbu Əmr ibn Əla ki, vəfatı 154-də təsadüf edir. Altıncı qari Əbu Kəsir Məkki, Əbdullah ibn Kəsir ki, vəfatı hicrətin 120-ci ilinə təsadüf edir. Və sonuncu 7-ci qari İbn Amir Şami, Əbdullah ibn Amir Dəməşqi ki, vəfatı 118-ci ilə təsadüf edir. Bunlardan sonra 7 qari və onların qiraətləri haqqında əsərlər daha çox yayıldı. 7 qari əvvəlki nəsillərin qiraətlərini nəql edirdilər və onları qiraət imamları adlandırırdılar. Sonraki qarilər, yəni ravilər, qiraətləri onlardan nəql etdilər, yəni əvvəlki 7 qaridən. 7 qaridən hər birinin 2 ravisi başqalarına nisbət daha məşhur idi. Belə çıxır ki, 2 ravidən başqa ravilər də olmuşdu, amma bu kitabda 2 raviləri qeyd edir. Sonraki qarilər, ravilər qiraətləri onlardan nəql edirdilər. 7 qaridən hər birinin 2 ravisi başqalarına nisbətdə daha da məşhur idi. Və çatdıq 7 qarinin ravilərinə. Asimin raviləri Həfs, Şu'bə, Nafi'nin raviləri Vərş və Qalun, Həmzənin raviləri Xələf, Xəllad, Kəsayinin raviləri Duri, Əbul Harith, Əbu Əmrin raviləri Duri və Susi, İbn Kəsirin raviləri Bəzzi və Qumbul və İbn Amirin raviləri Hişam və İbn Zəkvan. Bu 14 dənə ravi, 7 dənə qarinin raviləridir ki, bizə bunların qiraətlərini rivayət ediblər. Və bunu da qeyd edim ki, ravilər arasında, qarilər arasında İslam dünyasında ən güclü qiraət Asimin qiraəti və ravilər arasında ən güclü ravi Həfsin
rivayətidir. Və belə bir sorğu edirlər. Ustadlar soruşanda kimin qiraəti ilə oxuyursan, o zaman qari deyir ki, mən Həfs min Asimin və ya Həfs Asimdən olan qiraətdə oxuyuram. Və dəyərli izləyicilərimiz, bir məsələni də qeyd etmək istəyirəm və o da bundan ibarətdir. Qiraət, rivayət və üslub, yəni təriq, yol haqqında da kiçik bir məlumat verim və bəhsimizi burada sona çatdıraq. Quranın hər bir söz və ifadəsini oxumaq 3 tərifdən birinə əsaslanır. Birincisi qiraət, ikincisi rivayət və üçüncüsü təriq, yəni üslub. Qiraət nə deməkdir? 10 qaridən birinə məxsus oxuma üslubuna qiraət üslubu deyilir. Sahibinə isə qari və yaxud da imam deyilir. Məsələn, Əl-Ənhar, sakin ləm hərfi və fətəli həmzə sözü. Asimin hər iki ravisi müştərək şəkildə ondan bir cür rəvayət etmişlər. Buna görə də deyilir ki, Əl-Ənhar, ki Bəqərə surəsi 25-ci ayədədir, sözünün qiraəti Asimin qiraətidir. Rivayətə gəldikdə isə istənilən ravinin öz qarisindən, yəni imamından nəql etdiyinə rivayət deyilir. Vərşin Nafi'dən rəvayətinə görə Əl-Ənhar kəlməsi Əl-Ənhar, yəni ləm hərfi sakin olduğu halda ləm hərfinə fəthə verilir. Oxunur Əl-Ənhar. Bu Vərşin Nafi'dən etdiyi rivayətdir. Buna deyirlər rivayət. Və üçüncüsü təriq. Təriq nə deməkdir? Nəql edənin ravidən bizə çatdırdığı məlumatlar təriqdir. Nəql edənin özünə də təriq deyilir. Sonrakı nəsillər əvvəlki təriqdən nəql edəni də sona qədər təriq adlandırırdılar. Məsələn, mədd-i munfəsilin qəsr, yəni 2 hərəkə və təvəssüd, yəni 4 hərəkə olması İbn Cəzərinin Təyyibətin Nəşr əsərindəki təriqdir. Ümid edirəm, bu kiçik misallarla sizə qiraəti, rəvayəti və üslubu, yəni təriqi başa sala bilmiş olduq. Və dəyərli izləyicilərimiz, istərdim Asimin qiraətini kimlərdən öyrənib, hansı vasitələrlə əziz Peyğəmbərimizə çatıb, onları sizə təqdim edim. Allah Cəllə Cəlaluhu Qur'an-ı Kərimi Cəbrail vasitəsilə Peyğəmbərə nazil etdi və Peyğəmbərdən ilk Qur'anı güclü öyrənənlər Əli ibn Əbi Talib və Əbdullah ibn Məsuddur. Əbu Əbdurrəhman Süləmi, Zirr ibn Hübeyş Qur'an-ı Kərimi öyrəndilər. Və bunların hər ikisindən, Əbdullah ibn Süləmidən və Zirr ibn Hübeyşdən Asim-i Kufi Qur'anı öyrəndi və Asim-i Kufidən Qur'anı öyrənən Həfs ibn Süleyman və Şöbə, Əbu Bəkr ibn Əyyaş, bunlar da Asimdən Qur'anı öyrəndilər. Az da olsa Qur'an-ı Kərimin tarixindən sizə məlumat verdik və ümid edirəm bu kiçik izah həm sizə faydalı olar, həm bizə faydalı olar və dərslərimizi ali təcvid dərsləri ilə davam etdirəcəyik. İnşallah dərslərimizi gözləyin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.